Zaman zaman mən cəza çəkmə müəssisələrindən danışıram, istintaq təcridxanalarından danışıram, orada olan problemlərdən danışıram. Ən çox problem cəza çəkmə müəssisələrində tibbi sanças bölmələrindəndir. Orada həkim çatışmamazlığı var, həkim biganəliyi var, dərman problemi var. İndi Allah qoymasa Ədliyyə Nazirliyinin baş tibb idarəsinin rəisi təyin olunub Cəmil Kamilli. Cəmil Kamilli demək olar ki, Ədliyyə Nazirliyinin penitensiar xidmətinin tibbi bölməsinə bir bəla gəlib. Mən orada olmuşam, görmüşəm onun fəaliyyətini. Ondan ayrıca danışacağım bu mübarəkdən. Amma mən deməli Ədliyyə Nazirliyinin penitensiar xidmətin mətbuat xidməti ilə bir neçə dəfə əlaqə saxladım. Ki, ay qardaş, Tubzonda bir Şaiq adlı bir bəla var. Şaiq həkim var. Hansı məhkumla münasibətləri gərgin olursa, dərhal onu qaytarır, gəldiyi cəza çəkmə müəssisəsinə. İndi orada 2 ildən artıq bir sümük vərəmi müalicə olunurdu. Vəziyyəti çox ağır, mənə də yaxın adamdır. Söhbət bundan getmir. Adam sümük vərəmidir, adamın beli az qalır, qırıla, əziz dostlar. Onu götürüb göndərib 15 saylı cəza çəkmə müəssisəsinə. Deməli, mən onunla bağlı mətbuat xidməti ilə danışmışam. Tanrıverdi müəllim, bunu cənab general məruzə ilə 10 dəfə zəng eləmişəm. Tanrıverdi İsmailovdan xəbər yoxdur. Nəhayətdə getmişəm Ədliyyə Nazirliyinin penitensiar xidmətində qəbula. Şəxsən Mirsali Seydovla görüşdüm. Məsələni ona çatdırdım. Adam da indi Allah var. Çox yüksək səviyyədə qəbul keçirdir Mirsali Seydov. Götürdüm mənim yanımda. Həmən məhkumun kağızın üzərini yazdırdı. Tapşırdı, indi Allah qoymasa orada bir Anar var. Anar Məmmədov. Ondan ayrıca danışacağım. Anar Məmmədov bəlasından dostlar ayrıca danışacağım yaxın günlərdə. O Anar Məmmədov nə işlərlə məşğuldur orada. Gələn vətəndaşlara necə münasibət göstərir. Mən onları görmüşəm orada. Deməli, Mirsali Seydovun bir köməkçisi var. Cavan oğlandır. Hə, sənin gələcəyin var. Ay Rauf bəy, sən generalın yanında kağız yazıb verirsən, nömrə yazıb verirsən. Sən telefona cavab vermirsən. Ayıb deyilmi? Sən məndən yox, ən azından o generaldan utan, Mirsali Seydovdan utan. Ayıbdır. 4 gündür. Mən bir orada xahiş eləmişəm. Xəstənin vəziyyəti yaxşı deyil. Orada 200 nəfərli, 300 nəfərli yerdə sümük vərəmi ölümlə, canı ilə mübarizə aparır. Bu gün də xəbər yoxdur. Barata zəng edirəm, xəbər yoxdur. Anar Məmmədovdan xəbər yoxdur. Raufa zəng edirəm, telefona cavab vermir. Mirsali Seydovun nömrəsi məndə yox. Qardaş, neyniyək, nətər eləyək? Adamın da valideynləri narahatdır. Mən buradan Mirsali Seydova müraciət edirəm. O köməkçi olmaz olsun. Elə köməkçi mi olar? Ay cənab general, belə şey olmaz. Xahiş edirəm, məsələni götürün nəzarətə. Nə qədər o sümük vərəmi ölməyib, onu qaytarın geçsin, müalicə müəssisəsində müalicəsini alsın. Biabırçılıqdır. Adamın durumu yaxşı deyil, hörmətli adəti qurumlar. Belə, əziz dostlar, yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.